Salam, bugünkü dərsimizdə İspan dilinin əlifbasından bəhs edəcəyik. Digər hərfləri yazmadım, çünki necə yazılırsa elə də oxunur. Sadəcə olaraq bəzi İspan dilində önəmli hərflər var ki, onların oxunuşu digər hərflərə görə fərqlənir. Gəlin bu qaydalardan lövhədə yazdıqlarından bir-bir başlayaq. N üstündə vurğu işarəsi olan yalnız İspan dilində istifadə olunur. Bunun oxunuşu n-yı, yəni n-yı kimi oxunur. Əgər cümlədə üstündə apostrof vurğu işarəsi olan n hərfini, n hərfini görsəniz, bilin ki, o n-yı kimi oxunur. Məsəl üçün, anyo, ninyo. Fikir verdiniz, ano yox, anyo. İspan dilində il deməkdir, ninyo uşaq deməkdir. Yəni, bu qayda bir dəfələ beynimizdə qalsın, yəni uzatmağıma ehtiyac yoxdur. Sadəcə olaraq yenə deyirəm, əgər üzərində vurğu işarəsi varsa, həmin o n hərfi n-yı kimi oxunur. Ninyo, anyo. Keçək ikinci hərfimizə, c. C İspan dilində iki cür oxunur. Bir S kimi, yəni S kimi, bir də K kimi. Bunların da qaydaları var. Əgər C hərfindən sonra E-I saitləri gəlirsə, E-I saitləri gəlirsə, bu S kimi oxunur. Məsəl üçün, Cena yazmışam orada, Senya. Cena yazmışam, baxın, fikir versiniz orada. O, Sena oxunur. Və Sinə də ola bilər. Bir də C-dan sonra əgər A, O, U gəlirsə, bu K kimi oxunur. Yəni, burada yazdığım kimi, koçe, maşın deməkdir. Coç, he yazdığım var, baxın buradan. Yəni, əgər C-dan sonra A, O, U saitləri gəlirsə, K kimi oxunur. Bu birbaşa qaydadır və E-I gəlirsə, S kimi oxunurdu. Sonra isə G hərfi. G hərfi də İspan dilində iki cür oxunur. Bir X kimi, bir də ki bildiyimiz Q kimi, yəni G kimi oxunur. Əgər G hərfindən sonra E-I saitləri gəlirsə, bu X kimi oxunur. Baxın, orada yazdığım gente yazmışam, o la gente, gente kimi oxunur. Əgər G hərfindən sonra E-I saitləri gəlirsə, X kimi oxunur. La gente. Boğazdan gələn X. Birbaşa X demir, yəni X deyilir. Amma A, O, U hərfləri gəlirsə, əgər G-dan sonra o Q kimi oxunur. Burada da yazdığım kimi, fikir versəniz, qato. Yəni birbaşa ilə O, U, A gəlirsə, bu G hərfi İspan dilində Q kimi oxunur, qato. Növbəti hərflərimizdən biri olan J. İspan dilində J hərfini gördünüzsə, bu birbaşa, yəni hər zaman X kimi oxunur. İspan dilində yəni J ilə X kimi də oxunur. Baxın, burada yazmışam Juan, Jugar. Bunlar birbaşa X kimi oxunur. Juan, Jugar. Yəni hər zaman qayda budur. İkinci, V hərfi. Yəni əgər İspan dilində bir dənə hərf sözdə V hərfi görsəniz, o birbaşa B kimi oxunur. Sadəcə olaraq bura qeyd eləməmişdim. B kimi oxunur. Yəni vida yazıldısa, o B kimi oxunur. Bida, bina, bida. Yəni dediyim kimi, əgər V varsa, o birbaşa B kimi oxunur. Sonra, əgər sözün sonunda Y hərfi gələrsə, o kimi oxunur. O, I var, baxın, burada qeyd eləmişəm. Oy kimi oxunur. Yəni, baxın, burada soy, hoy deyilmir. Birbaşa soy, hoy. Birbaşa elə deyilir. Yəni, birdən təkrar edək. J gördünüzsə, bu birbaşa X kimi oxunur. V gördünüzsə, B kimi oxunur. Yəni, deyilir də, yəni, B kimi deyilir. Bida. Vida yazılır, vina yazılır, bina, bida. Birbaşa elə deyilir. Əgər sözün sonunda da Y hərfi varsa, o kimi oxunur. Və bir də İspan dilində ən önəmli qaydalardan biri, gəlin bunu da yazın. Heç zaman H hərfi oxunmur. Bu elə H kimi olur. Məsəl üçün, hola, yazaq, hola. Bu necə tələffüz olunur? Ola. İspan dilində H hərfi tələffüz olunmur. Digər hərflərdə necə yazılırsa, elə də oxunur.